Şahdağ qış mövsümünü yeniliklərlə qarşılayır. Xizək həvəskarları yamaclarda adrenalini artırırlar, peşəkarlar üçün isə xizək yolları artıq istifadəyə verilib. Bölgənin qış idmanının imkanlarını təqdim edəcəyik. Şahdağ ağ örpəyə bürünüb. Qışın gəlişi ilə birlikdə bölgədə turizm də canlanıb. Dağ yamaclarına üst tutan turistlər üçün xizəklə eniş edərək adrenalin yaşamaq xüsusi zövq verir. Odur ki, qış turizmi mövsümünün ilk günündə xizək həvəskarları Şahdağa axın edir. Peşəkar və həvəskar idmançılar üçün nəzərdə tutulan xizək yolları artıq istifadəyə verilib. Şahdağın yamaclarında xizək sürənlərin sayı ildən ilə artmaqdadır. Odur ki, xizək yollarının da sayı artırılır. 2026-cı ildə isə xizək sürmək üzrə burada bir sıra beynəlxalq yarışların keçirilməsi nəzərdə tutulub. Qış turizm mərkəzində kanat xətlərinin sayı 15-ə çatdırılıb. Ən hündür kanat xəttinin son dayanacağı dəniz səviyyəsindən 2351 metr yüksəklikdə yerləşir. Müxtəlif çətinlik dərəcələrinə malik xizək yamaclarının sayı 27-yə, ümumi uzunluğu isə 45 kilometrə çatdırılıb. Xizək yollarının daim qarla təmin olunması üçün əraziyə 600 ədəd qar generatoru quraşdırılıb. Yeni mövsümdə bizdə 10 kilometr yeni xizək yamacları fəaliyyətə başlayacaq. Bu təqribi yanvar ayının axırlarında baş verəcək. Qış mövsümü ərzində, 25-26-cı qış mövsümü ərzində keçən bütün dünya kuboklarının qalibləri Şahdağa üz tutacaq və burada onlardan ən güclüsü müəyyən olunacaq. Bundan əlavə olaraq deyə bilərəm ki, mart ayının əvvəllərində xizək alpinizmi üzrə Avropa çempionatı və dünya kuboku Şahdağda keçiriləcək. Gördüyünüz bu qurğu Azərbaycanda yeganədir. Belə ki, bu sara gələn hər bir turist ilin bütün fəsillərində xizək sürməyi öyrənə biləcək. Artıq bölgəyə üst tutan yerli və xarici turistlərin, eləcə də qış idman yarışlarına hazırlaşan idmançıların sayında artım müşahidə olunur. Yayda dağlarda qaçırıq, velosiped sürürük. Qışda isə yəni gördüyünüz kimi xizəkdə məşq eləyirik. Nəhayət ki, çox sevinirik ki, qış mövsümü açılıb. Biz dünya kuboklarda iştirak edəcəyik Avropada. Amma əsas yarışımız burada Şahdağda olacaq mart ayında. Bu mövsüm turistlərin sərt və qayalıq ərazilərdə əyləncələri zamanı təhlükəsizliyin təmin olunmasına xüsusi diqqət yetirilib. Ailəvi istirahət üçün yeni imkanları yaradılıb. Yeni il öncəsi otellərdə bronlaşdırma prosesinə start verilib. Ramiz Ramazanlı, Polad Tahirov, Lamiyə Xəqani qızı, İTV Xəbər.